Sütrəsiz namaz qılmaq olar. Ümumiyyətlə sütrənin hökmü nədir? Sütrəsiz gəlib ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə sallə əhədukum fəliyusalli ilə sutratin vəliyədinu minhə. Sizdən biriniz namaz qılanda sütrəyə namaz qılsın və ona yaxınlaşsın. Sizdən biriniz namaz qılanda sütrəyə namaz qılsın və ona yaxın yansın, yaxın olsun. Və alimlər deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu əmri, sizdən biriniz namaz qılanda sütrəyə namaz qılsın, vacibliyə deyil, müstəhəbiliyə dəlalət edir. Vacibliyə deyil, müstəhəbiliyə dəlalət edir. Bu həmçinin məşhurdur Malikilərdə, Maliki məsələndə, həmçinin məşhurdur Hənifilərdə və bu daha səhiyyidir ki, necə bunu İmam Nəvavi Rahimullah deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri vacibliyə deyil, müstəhəbiliyə dəlalət edir. Həmçinin cümhur elm əhli deyiblər ki, sütrəyə namaz qılmaq sünnədir. Sütrəyə namaz qılmaq sünnədir. Allah aləm, səhət eləməm İmam Şevkani və Şeyx Albani buna müxalif olub, deyiblər ki, vacibdir. Lakin səhih odur ki, sünnədir, xüsusən də əgər, necə İbn Hüseymin Rahimullah, əgər qabağından kiminsə keçməyini, yəni namaz qılan qarşından kiminsə keçməyindən qorxursansa, o zaman sütrə qoymaq daha yaxşıdır. Və hətta buyurur, hətta bu olmasa da, yəni onlar qorxmasan da, ümumiyyətlə sütrənin hökmü sünnədir. Ümumiyyətlə sütrənin hökmü sünnədir. Və bəzi alimlər də deyiblər ki, vacibdir və necə qeyd etdim, səhv eləmirəm də Şevkani Rahimullah və həmçinin Şeyx Albani. Lakin racih və daha əqva, güclü olan rəy odur ki, necə bunu müasir alimlər və s. Şeyx Fovzan və s. Museymin və başqaları və mütəqaddim alimlərdən, cəmahirül uləmə, cümhur alimlər deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əmri müstəhəbiliyə dəlalət edir, vacibliyə deyil. Kim sütrəsiz, sütrə qoymayıb, namaz qılarsa, namaz səhiddir və heç bir günah daşımır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm sütrəyə namaz qılın deməsi müstəhəbliyə dəlalət edir. Allah aləm, yəni, bu daha səhiddir. İxlasla.com saytı tərəfindən təqdim olundu.